Bürclərin insan taleyində və yaşamında nə kimi rolu və əhəmiyyəti var? Bugün bürclərin, astrologiyanın Azərbaycanda mövqeyi çox önəmlidir. Astrologiya Nəsrəddin Tusi elmidir. Bu elm Bine-i qədimdən 12-ci əsrdə öz startını götürüb, ancaq müəyyən vaxtlarda əlaqələr kəsilib, hal-hazırda 91-ci ildən Azərbaycana müstəqillik gələn gündən mütəmadi mən bu elmlə məşğulam. Astrologiyanın demək olar ki, Azərbaycanda 15-20 qolu var. Mən sırf nigah münasibətləri üzrə məşğulam, kəbin münasibətləri üzrə. Demək olar ki, bürclər həyat elə bir ki, fəza elmləri göstərilir. Həyat təbiət kimidir. Bugünlərim dünyada 365 gün 6 saatdan ibarətdir bir ilimiz. Elə bir ki, bu il 4 ünsürə bölünür. Od ünsürlülər, torpaq ünsürlülər və hava və su ünsürlülər. Hər bir insanın da birbaşa doğuna dəlalət edir və xasiyyət elə oradan götürülür. Od ünsürlü insanlar həmişə temperamentli, od kimi istiqanlı, günəş kimi parlayan olurlar. Yəni, bu təbiətdə doğulan insanlara biz qoç, şir, oxatanı deyə bilərik. Bugünlərim od ünsürlü insanlar elə bir ki, mən bunu fərqləndirirəm, onların bir xasiyyəti, bir xarakterli olurlar. Ancaq ondan sonra torpaq ünsürlər gəlir, buğa, qız, oğlaq bürcü. Bunlar da müsbət bürc hesab olunur. Ona görə ki, torpaq və od çox güclüdürlər. Bunlar hər ikisi müsbət enerji ünsürlər sayılır. Od ünsürləri tamamlamaq üçün hava ünsürlərdir. Əkizlər, tərəzi, dolça. Bunlar demək olar ki, od və hava bir-birini tamamlayırlar. Həm dostluqda, yoldaşlıqda, nigahda bunlar %100 bir-birini tamamlayırlar. Torpaq ünsürləri isə su ünsürlüyünü yola verir. Bu elm çox güclü elmdir. Mən deyərdim ki, Azərbaycanda bu elm gec-tez öz yerini tutacaq, gələcək və mənim nigah münasibətləri üzrə yəqin ki, sualınız olacaq. Elə bir ki, bu strategiyada ailə zəminində böyük bir konsepsiyam var.